Çünki 2019-un testində yox idi bu. Bu necə işləyərik? Toxunanın Yəni tənlik məsələn, qaydası vur necə verin idi? verməsin. Hə, deməli sən bunun törəməsini tapacaqsan. Bu nəyə verəcək? F törəmə 1 vur J 1 plus J törəmə 1 vurulsun F1. Vallahi mən sizə 10 gün, 15 günə təkrara qaytaranda türklərin kitabından gözəl belə bir izah göndərəcəm. Orada bundan en qədər olacaq. Onu türklər dedim ki, bəkləmədə qalın, gələcək. İndi baxın, nə yoxdur? Nə yoxdur? 1. F törəmə 1 yoxdur. Bəs yaxşı, F ümumiyyətlə yoxdur. F budur, bu yoxdur. Bəs burada biz necə deyirdik? Deyirdik bu nöqtədə toxunur. Hansı nöqtədə? Bir nöqtəsində. Onda F törəmə 1 nəyə bərabər olurdu? K-ya. K nə idi? Bucaq əmsalı. Kimin bucaq əmsalı? Düz xəttin. Bəs yaxşı, düz xətti mən tapa bilirəm. Xəbəriniz varmı? Bu gedin o düz xətt mövzusuna tapa bilirik. B 4'tür. Kx plus B ilə yazanda. B niyə 4'tür? Kim deyər tez? Y-i kəsən yer nə idi? Sonra o cümlələri yazıca salın. X-i kəsən yer K deyildi. X-i kəsən yerdə X 4 idisə Y nə idi? 0 idi. Deməli X-ə 4 verirəm. Y-də nə olur? 0. K da olur -1. Deməli K-mız -1'miş. Onda bizim düz xəttimiz oldu belə. Bizim J-imiz oldu belə. Hə, indi F törəmə -1'imiz var. J törəməmiz də var uşaqlar. Bu J-nin törəməsi nəyi verir? -1. Bu da var. Bəs J1, F1 yoxdur axı. J1 var. X-in yerine 1 qoyanda nəyi verir? 3'ü. Bəs F1? Bəs mən bayaq nə dedim? Dedim ki, bax bu nöqtədə bunların həm J ilə həm F-in qiyməti nədir görürsünüz? Baxın, nədir? Eynidir. Eynidir. Ona görə F1 də elə nədir? 3'dür. Aydın oldu indi. Baxın da, bu da bu yaxınlaşdırıram. Bunun bir qiyməti üçün, bax bir qiyməti üçün A var. A da nədir elə? Y. Bu da elə kimin üzərinə düşür həm də? J-nin. Aydın oldu. Danışın. Bəli. Bəlkə sualdır. Bir dənə bu mövzuda demək olar ki, bu mənim xoşuma gəlir. Bunlarda nə idi yenə elə? K idi uşaqlar. Çünki F törəmə x0 bunlarda nə idi? F törəmə x0'ımız nə idi? K idi. K da elə burada necə tapılır? K-nı mən necə tapdım lövhədə sizin ən rahat? Tanyasına. Bura alfadda görürüz. Yazıca salın. Elə burada nə idi? Y 4 idi. X nə idi? 3 idi. K nə idi elə? 4'ün 3'ə. Amma mənfi. Niyə mənfi? Kör bucaqdır. Kör bucaq olanda K nədir? Azalır axı. K azalanda nə etmə? Və yaxud, yaxşı müəllim, bununla deməyim. Bu düz xətt koordinat başlanğıcından keçəndə Kx idi. Sonra, o görürsünüz, koordinat başlanğıcından keçir. X-ə -3 verəndə, Y-də 4 idi. Bunda K nə oldu? -4 bölü 3.